Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, noyabrın 11-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Temperatur gecə 12-15, gündüz 17-20 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütunu olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur. Temperatur 16-19 dərəcə isti olacaq. Qeyd olunub ki, noyabrın 11-də Azərbaycanın bütün rayonlarında yağıntı ehtimalı yoxdur. Bəzi yerlərdə duman gözlənilir, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-4, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.